mövzumuz söz yaradıcılığıdır. Əslində mən bunu nitq hissələrindən sonraya saxladım ki, nitq hissələrini keçəndən sonra bunu bir də keçim ki, artıq nitq hissələri haqqında məlumatınız olduğuna görə şəkilçilərdə rahatlıq olacaq. Amma əslində leksikadan sonradır. Deməli, söz yaradıcılığı adı üstünə burada sözlər yaradılır. Ona görə burada biz söz, şəkilçi, bunlar nədir, hansı funksiyaları yerinə yetirir, söz necə yaranır, söz hansı formalarda olur, kimi işlərə baxacaq. Deməli, uşaqlar, söz iki hissədən ibarət olur, kök və şəkilçi. Kök, bax, bu formada göstərilir, sözün üstündə göstərilir, yarım düz bucaqlı deyirik biz ona. Kök sözün leksik məna daşıyan hissəsidir və suala cavab verən hissəsidir. Şəkilçi isə ya belə, ya da bu formada, yəni yarım düz bucaq, yarım dairə formasını sözün üstünə göstərilir. Bu sözün leksik məna daşımayan hissəsidir. Amma hər ikisinin də qrammatik mənası var. Qrammatik məna kobud desək onun adıdır. Yəni, kitab sözünün isim olması, l üstü 4-ün, məsələn, sifət düzəltməsi, soyad tipli sözlər düzəltməsi onun adıdır. Bax, onun adı qrammatik mənasıdır. Demək, Azərbaycan dilində qayda olaraq kök, leksik şəkilçi, sonra qrammatik şəkilçi gəlir. Gəlin, leksik qrammatik qoyaq bir kənara, yəni kök, sonra şəkilçilər gəlir. Azərbaycan dilinin əsas qaydası budur, qanun uyğunluğu. Amma bəzən bu qanun uyğunluqlar pozula bilir. Deməli, indi keçək şəkilçiyə. Şəkilçi, deməli, müxtəlif formalarda bölünür. Bunu saxlayaq.